Azərbaycana dövlət səfərinə gələn Qırğız Respublikasının prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Qırğız həmkarını qarşılayıb. Dövlət başçılarının məhdud tərkibdə görüşü olub. Dövlətlərarası Şuranın ikinci iclasından sonra Azərbaycan-Qırğızistan sənədlərinin imzalanma mərasimi keçirilib. Səhiyyə, energetika, innovasiya, gömrük inzibatçılıq və digər sahələri əhatə edən sənədlər imzalanıb. Daha sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış ediblər. Bugün artıq biz bir sıra ticarət dövrəsi ilə bağlı rəqəmləri eşitdik. Amma mütləq rəqəmlər hələ də çox böyük deyil. Amma ən azından mövcud meyillər, tendensiyalar potensial inkişafına rəvac verir. Eləcə də bugün əlavə olaraq imzalanan sazişə Azərbaycan Fondu Nizamnamə Fonduna əlavə olaraq biz Nizamnamə Fondunu 4 dəfə artırmışıq. 25 milyondan artıq 100 milyon dollara artıb Nizamnamə Fondu və buna əsas səbəb də artıq kifayət qədər çoxlu müraciətlərin daxil oldu. Yəni artıq 40-dan çox müraciət fonda daxil olmuşdu və onlar da investisiya layihələrinin Qırğız Respublikasında icrası ilə bağlı. O da ki 100 milyon dollar özü də son hədd deyil və odur ki biz aidiyyatı dövlət qurumlarına müraciət eləmişik ki, daha da çevik şəkildə məhz layihələrin icra mexanizmini sürətləndirsinlər qarşılıqlı fond daxilində. Amma bu ticarət dövrəsinin artırılmasının bu yeganə metodu deyil. Bizim eləcə də digər investisiya siyasət formalarımızda mövcuddur. Belə ki, bugün artıq bəyan edildiyi kimi İssıq Gölü ətrafında 5 ulduzlu bir otelin tikintisinə başlanılıb. Yəni, Azərbaycan tərəfindən maliyyələşdirilir. Bizə necə ki, vəd edildiyi kimi gələn ilin sonuna otelin tikintisi tamamlanacaqdır. Danışıqlar çərçivəsində qarşılıqlı iki ölkə arasında, iki tərəf arasında istər qarşılıqlı nəqliyyat dəhlizlərinin Mərkəzi Asiyadan və Cənubi Qafqaz ərazisindən keçən bir sıra marşrut məsələlər müzakirə edilib. Belə bir sıra iki tərəfli sənədlər gələcək münasibətlərin müxtəlif sahələrdə inkişafına istiqamətlənib. Eləcə də imzalanan sənədlər arasında 5 illik kompleks inkişaf əməkdaşlıq məsələsinə Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasındakı 5 illik sənəd bizim baza yol xəritəsi kimi xidmət edəcəkdir.